Ay dostlar, biraz göbələyim var, bundan neynəmək istəyirəm. Göbələk yuyulub, narahat olmayın. Bax, belə. Qalanda xaladenlikdə görürsünüz, qaralır. Mən də onu neynəyəcəm, qəşəng. Siz də yəni mənim kimi soyursunuz da, yəqin. İçərisini də bax, beləcə qırdım. Görürsünüz, boş qaldı. Dostlar, hərəsindən 1-2 dənə qalanda, bir də görürsünüz, nə belə bir 5 dənə göbələk var. Bir para balaca kələm var. Görürsünüz də, yığıb onları çox gözəl yemək hazırlamaq olar. Göbələyi soyduq, gördünüz, hazırdır. Bir qaşıq tomatlı sos boşaltdım. Bir dənə polna stolova ложка mayonez. Biraz paprika. Mən paprikanı işlədirəm də, yəni bu ədviyyatı bilirsiniz də nədir bu? Qırmızı biber. İstiot, qara istiot. Duz boşaltdım. Biraz belə qarasına 2 qaşıq kimi semiçkaya qarışdırıram. Bu göbələyi qəşəng mazladım. Kremlədim. Necə deyərlər, restorana gedəndə arvadlar şpaklovkalanır, gözəl görünür. Göbələklərimiz qəşəng. Duz, istiot, tomat, nətər orada, nəm altdan krem, üstdən nə bilim pudra, nə bilim onun üstündən burunlarına xətt çəkirlər. Mən onları eləyə bilmirəm. İnternetdə görmüşəm. Sizlər görürsünüz, nə qəşəng bunları. Hələ bir ki, fincandır, çaysız iç, kremlədim. Siz heç tanıyarsınız bu göbələkdir. Bəzi arvadları, kişilər toyda, restoranda görürüz, arvadını tanımırıq. Mənim göbələklərim də bax, elə oldu. Valla, çox makyaj ellər, kişi hərdən baxır, gözü düşür, belə baxır. Deyir, bu mən arvadımdır. Bəs səhər duranda niyə bu gündədir bu? Göbələyin içi üçün, bax, 3 ədəd qəşəng soğan doğradım. Çox böyük deyildi, balaca. Ona görə 3 ədəd. Böyüdürsə, bir dənə belə böyük soğan da bəs eləyər. Soğanımızın rəngi dəyişəndə, görürsünüz, azca dəyişir. Bu göbələyi qabığını soyanda, qabıqları atırıq, ayaqları qalır da içindən çıxardanda, noşqasın ayaqlarını. Mən onları bax belə, dostlar, belə doğrayıram. Soğanımız, göbələyimiz görürsünüz, qovruldu. Bir 200 qram döşəti doğramışam, görürsünüz, toyuğun döşətində, yəni sinəsini. Yəni çox qovrulmasa da olar, duxovkada pişəcək. Tuz, istiot, qara istiot yenə. İstiot hər yeməkdə işlədirəm mən. Yenə qırmızı biber, paprika, sarı kök. Mənim ən çox sevdiyim kurkuma. Mayonez əlavə edirəm. Mayonez də ki, qaşıqla eləmirəm, baxın da. 2 stolova ложка, xörək qaşığı. Necə gözəl alındı. Qızım çəkəndə mən belə əziyyət çəkmirəm. Ona görə ki, qızım çəkir. Amma belə ştativlə çəkəndə məcburam skavarotkanı qaldırım, ekrana yaxınlaşdırım. Baxırsınız? Yəni, həmən o göbələyin içi üçün bu qədər iç bəsdir. 7-8 ədəddir, gördünüz, böyük göbələkdir. İçliyimiz hazır. Yığırıq göbələyin içinə. Göbələyimizi də görmüşdünüz də necə kremləmişdim. Uca 2 saatdır dayanıb belə. Bunu adam çiğ-çiğ yemək istəyir, valla. Görək bu pudralı, kraskalı, makyajlı göbələklərimiz nə iş görəcək. Göndəririk duxovkaya. 160 dərəcədə göbələk yaxşı-yaxşı belə suyu axa-axa bişsin. Bəh, dostlar, gözəlliyə baxın. Siz Allah məni söyməyin. Bax, bunu kim yeməz, hə? Bu əməlli başda oldu, totiş-motiş yumru arvadlar var, ha? Bax, ondan makyajı ilə. İçi dolu ətlə, qəşəng. İndi birazdan mən bunun üzünə biraz da makyaj eləyəcəm. Qoy bişsin. Görün nə gözəl bişdilər, qəşəng. Baxın. Bax, indi bunun üstünə pendir yığacam. Pendir rəndələnmiş. Hərəsinin üstünə yığırıq. Mən orada deyəndə ki, ay dostlar, hamının evində var. Yəni ki, asan yeməklərdir. Mənə bir xanım yatıb, hardan bilirsən, yazıb mənə. Hardan bilirsən? Mən neynim, ay xanım, sən produkt alım gətirim. Nüş qışqırırsan mənim üstümə. Mən səni örgədirəm də. Sən mənim üstümə nüşün qışqırırsan. Baxın, dostlar. Göndəririk duxovkaya bir 3 dəqiqə. Hazırdır. Gedim, yığım pürənin yanına. Belə qəşəng verim süfrəyə. Dostlar, görürsünüz,
Göbələklərimiz hazır. Göyərtidə səpirlər. Mən göyərti vurmadım ki, oğlum hələ soğanı bilmir, içində soğan var. Bəzəklər də ki, indi yaydı da, qırmızı biber, tarxun, reyhan, yəni hamısı var. Bunun altında istəyirsiniz vermişil eləyərsiniz, istəyirsiniz kartuşka qızarmışı, istəyirsiniz püre. Mən püre elədim. Çox gözəl, sizə də nuş olsun. Mənim bu kremli, nə bilim, bax düzdə makyajlı göbələklərim gördünüz, büzüşlü oldu qoca nənə.